videoda limon suyu və sarımsaq qarışımından danışacağam. Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub, bəyənməyi unutmayın ki, bu video daha çox insanın qarşısına çıxsın. Limon suyu və sarımsaq qarışımı damar iltihablarının müalicəsində xüsusi yer tutur. Damar tutulmalarının qarşısını alır. Qan təzyiqini normallaşdırır. Orqanizmdə xolesterolun miqdarını tənzimləyir. Artıq yağların yığılıb qalmasına mane olur. Maddələr mübadiləsini sürətləndirir. İştah açır. Bədəndə şəkəri nizamlayır. Öddə və ya böyrəkdə olan daşları əridir. Sidik qovucu xassəyə malikdir. Toxumalarda şiş əmələ gəlməsinin qarşısını alır. Xora mikrobunu öldürür. Mikrob öldükdən sonra mədə və 12 barmaq bağırsaqları müalicə edir. İlıq halda müntəzəm olaraq içildiyində mədənin həzm prosesini nizama salır. Beləcə mədə tez-tez şirə ifraz edərək yemək tələb etmir. Arıqlamaq üçün də faydalıdır. Limon suyu və sarımsaq qarışımı revmatizm iltihablarını və ağrılarını yox edir. Oynaqların hərəkət sistemini tənzimləyir. Beyin hüceyrələrinin yenilənməsində, sinir sisteminin refleks sürətinin artmasında da faydalıdır. Yaddaşı möhkəmləndirir. Limon suyu və sarımsaqdan istifadə edənlərdə iflic olma riski minimal həddə düşür. Orqanizmdə immuniteti gücləndirir. Damar və dəri allergiyalarının bəzilərini tamamilə yox edir. Bəzilərini də zamanla müalicə edir. Bədəndə xərçəng hüceyrələrinin əmələ gəlməsinə qarşı ən yaxşı müdafiə sistemidir. Təzə limon suyu və sarımsaq qarışımı 100 illərdir ki, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Limon suyu dərinizi təravətləndirir, bədəninizi toksinlərdən təmizləyir. Buna tərkibindəki C vitamini səbəb olur. Həmçinin dərinizdəki qızartıları aparır. Biləklərinizə bir neçə damcı limon suyu damızdırıb ovun. Limonlu sarımsaq qarışımının hazırlanması. 2 litrlik şüşə qabı limon suyu ilə doldurun. 40 diş orta ölçülü sarımsağı əzib həmin suya qatın. Şüşənin ağzını möhkəm bağlayın. 25 gün ərzində rütubətdən uzaqda sərin bir yerdə saxlayın. Hər gün şüşəni bir neçə dəfə çalxalayın. 25 gün sonra şüşəni açın. Artıq limonlu sarımsaq kürüsü hazırdır. Bu qarışım səhər yeməyindən yarım saat əvvəl içilir. Özü də yarım stəkan. Hər gün müntəzəm olaraq eyni saatda içilməsi daha effektivdir. Diqqət! Dadını dəyişmək üçün şəkər tozu qatmaq olmaz. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub şərh yazmağı unutmayın.